Selamun Aleyküm ve Rahmetullahi Teala ve Berekatuhu. Elhamdülillahi Rabbil Alemin ve la akıbetu lil muttaqin ve salatu ve selamu ala seyyidina Muhammed ve ala alihi ve ashabihi gurrul meyamin ve men tebi'ahum bi ihsanin ila yevmiddin. Allahümme ahrijna min zulumatil vehm ve akrimna bi nuril fehm ve aftah aleyna bi ma'rifetil ilmi ve sahhil ahlâgna bil hilm ve cealna mimmen yestemi'ûnel gavle feyettebi'ûne ahsene. Allahümme la sehle illa ma cealtehu sehlen ve in şi'te cealte hazne sehlen bi kudretke ya erhamer rahimin. Allahümme erinel hakka hakkan verzugna ittiba'ahu ve erinel batile batilen verzugna iştinabeh. Allahümme Rabbi işreh li sadri ve yessir li emri ve hlul ugdeten min lisani yefkahu kavli. Amma ba'd. Kâle Allahu Teala fi kitabihil kerim: وَلَا تَكْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا. وَقَالَ تَعَالَى أَيْضًا: سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ. يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لِمَا تَقُولُونَ مَا لَا تَفْعَلُونَ كَبُرَ مَقْتًا عِندَ اللّٰهِ أَنْ تَقُولُوا مَا لَا تَفْعَلُونَ. Sadakallahul azim. Ve kâle Resulullah sallallahu aleyhi ve sellem fîme ravahu şeyhan an Ebi Hureyre'te kâle aleyhissalatu vesselam: men kâne yu'min billahi vel yevmil âkhir felâ yu'zi cāreh ve men kâne yu'min billahi vel yevmil âkhir felyukrim dayfeh ve men kâne yu'min billahi vel yevmil âkhiri felyegul hayran ev liyasmut. Rəhmət 10 günlüyümüz mübarək olsun əzizlər. Rəhmət 10 günlüyümüz bitdi. Bugün Ramazanın 10-cu günüdür. Allahın rəhmətinin bol insanlara paylandığı, oruç əhlinə paylandığı və hər kəsin özünün gücü, özünün davranışı qədər pay götürə biləcəyi bir günlərdir bu günlər. Qarşımızda məğfirət 10 günlüyü var, əzizlər. Allah bu məğfirət 10 günlüyündə də onun məğfirətinə nail olmağı öz rəhmətinlə bizə əta eləsin. Demirik əməlimizlə, hünərimizlə, yox. Öz rəhmətinlə bizə əta eləsin, bizi məğfir olunmuşlar sırasına qoşsun inşallah. Allah Teala kitabında buyurur: sənin ölümün olmadığı, bilmədiyin şeylər haqqında danışma. Onun arasının üstündə araşdırma aparma. Çünki qulaq da, göz də, qəlb də bütün bunlardan soruşulacaqdır. Sorğu suala çəkiləcəkdir. Digər bir ayət-i kərimədə də buyurur Subhanahu və Teala: yerdə göydə nə varsa hamısı Allahı təsbih edər, öyər. Çünki o əziz və həkim olandır. Sonra xitab eləyir: ey iman eləyənlər, nə üçün eləmədiklərinizi deyirsiniz? Sizin eləmədiklərinizi deməniz Allahın nəzərində çox böyük bir xəta, böyük bir günahdır. Resul-i Əkrəm aleyhissalatu vesselam'dan da Ebu Hureyranın rəvayət elədiyi şeyxeynin yazıya aldığı hədisdə aleyhissalatu vesselam buyurur: Allaha və ahirət gününə inanan qonşusuna əziyyət verməsin. Allaha və ahirət gününə inanan qonağına hörmət eləsin. Allaha və ahirət gününə inanan ya xeyir söyləsin, ya da sussun. Dilim olasan, dilim balası. Bəli əzizlər, bugün dil afatından danışacağıq. Dilin bəlalarından, insan oğlunun başına nə gələrsə dilindən gələr. Dil Allah Taala'nın insana verdiyi elə bir nemətdir ki, dil insanın Allah Taala tərəfindən əmanət olaraq götürdüyü əzalardan elə bir əzadır ki,
taleyini insanın o dil həll eləyir. Bəli, əzizlər, ona görə də Allah Taala ayət-i kəriməsində eləmədiyinizi niyə danışırsınız deyə itab eləyir möminlərə. İtab, danlaq, qınaq. Eləmədiklərinizi niyə danışırsınız? Bilmiş oluruz ki, eləmədiklərinizi danışdığınıza görə Allahın nəzərində böyük bir iş eləmiş olursunuz, böyük bir xəta eləmiş olursunuz. Digər ayədə də gözünüz, qulağınız, qəlbiniz. Qəlbiniz dediyi zaman Allah Taala həmçinin dil də nəzərdə tutur əzizlər. Çünki qəlbin tərcümanı qəlbdə olanı eşiyə çıxardan, qəlbdə olanı tərcümə eləyən nədir? Dildir, dil. Bəli əzizlər, bütün bunlar sorğu-suala çəkiləcək deyir Allah Taala. Nədən? Bildi, bilmədi, danışdığı, gördüyü, söylədiyi aidiyyatı var, yox. Hər əməldən sorğu-suala çəkiləcəkdir deyir. Resulullah sallallahu aleyhi və səlləmdə buyurur ki, Allaha və axirət gününə inanan, Allaha və axirət gününə inanan qonşusuna əziyyət verməsin. Bugün qonşu haqqından danışmayacağıq, ona görə bunun üstündən keçir əzizlər. Sonra buyurur, Allaha və axirət gününə inanan qonağına hörmət eləsin. Bəli, bəli, qonağına hörmət eləsin. Bugün bu qonaq mövzusunda da danışmağa yeri vardır. Çünki Ramazan süfrələri, iftar süfrələri qonaqsız olmaz. İftar süfrələri zaten elə qonaqlar üçün sərilər. Ona görə də bunun da yeri var, qiyməti var ki, bu haqda da danışaq. Amma buradan da keçib dil bəlasına gəlirik. Resulullah sallallahu aleyhi və səlləm 3-cü dəfə deyir ki, Allaha və axirət gününə inanan xeyir söyləsin ya da sussun. İnşallah davamında da səhih hədislər oxuyacağıq əzizlər. Ramazan-ı şərifdə, Ramazan ayında xüsusilə dil mövzusuna vaxt ayırmağımızın hikməti nədir? Sual ola bilər ki, oruçla nə əlaqəsi var bu, gəlib oturub Ramazanın ortasında dildən danışırıq deyə. Kitablarda oxuduğum kitabların birində belə bir ifadə yadımdadır əzizlər. Təəssüf hansı kitab olduğu yadımda deyə bilməyəcəm. Yazır ki, oruç 3 növə bölünər. Oruç 3 növə bölünər. Avamın orucu, yəni əksəriyyətin orucu. Avam, bizim dildəki avam mənasında başa düşməyin, xahiş eləyirəm. Bizim dildəki avam mənası deyil ərəb dilindəki avam. Ərəb dilindəki avam, am, ümumi sözündən gələn toplu, əhali, cəmaat, kütlə deməkdir. Kütlənin orucu, birinci oruc. İkinci oruc, üləmanın orucudur. Alimlərin orucu. İkincisi. Üçüncüsü, xavas, xüsusi insanların orucudur. Sonra bunu şərh eləyir. Deyir, avamın orucu yemək, içmək və bəzi şəhvani hisslərə sədd çəkməkdən ibarət olar. Yeməyi saxlayar, su içməz, digər zövqani əməllərə yönəlməz, bu onun orucu olar. Üləmanın orucu şərtini gözləyər, şurutunu gözləyər, imsak vaxtını dəqiqliyindən izləyər, sahur vaxtını dəqiqliyindən izləyər, yəni orucu nə pozar, nə pozmaz, bunu araşdırar, ona diqqət eləyər. Bu da alimlərin orucudur. Bir də var xavas, xüsusi insanlar, yəni insanlıqda xüsusi mərtəbəyə qalıxmış, öz elmi ibadətinlə müəyyən səviyyə qalxmış xüsusi xavas der ona, xavasın orucu. Bunların orucu xüsusi deyil. Bunlar tək əzalarınla, ağzını bağlamaqla deyil, ruhunla da oruç tutar. Alimlər məsələn danışmaz, yalan danışmaz, nə bilim qeybət eləməz, bilər ki, günahdır. Amma xavas dediyimiz o alimlərdən seçilmiş olur təbii onlar, onların ruhu da oruç tutar. Necə? Necə? Bax əzizlər, avam, alim, xavas orucu elə birinci bu dildən başlayır.
Avam dediyimiz kimi iftarını açar və yaxud imsağını tutar, ondan sonra danışar, söyləyər, əhəmiyyət verməz, nə dedi, neynədi? Amma buna zərəri vardır. Orucu pozmaz, heç şübhəsiz. Amma danışdıqları orucun savabını aşağı indirər, sıfırlayar. Bəli, əzizlər, Resulullah sallallahu aleyhi ve sellemin zamanında iki qadın oruç tutmuşdu. Və axşam tərəfi Resulullah'a xəbər göndərdilər ki, ya Resulallah, biz oruç tutmuşuq, iftar vaxtı oldu mu, biz orucumuzu aça bilərikmi? Sallallahu aleyhi ve sellem dedi ki, onlar oruç tutmamışdı ki. Və and içdilər, ya Resulallah, ant bu, qəsəm bu, biz bugün heç nə yeməmişik, heç nə içməmişik. Dedi, amma bugün axşama kimi filankəsin qeybətini elədiniz. Qeybət elədiniz axşama kimi. Ya Resulallah, qeybətlə oruç pozular mı filan? Dedi, üzür istəyirəm, üstünüzə afiyət. Əlinizi salın, boğazınıza, içərinizdə olanı qaytarın. Hərəsi bir belə qan parçası qusdu. Dedi, qardaşınızın ətindən yediyiniz ətdəndir. Bəli, əzizlər. Qeybət orucu pozmaz, amma savabını aşağı indirər. Ona görə də bir oruçlu gözünə, dilinə, qulağına, əlinə, qəlbinə, bütün bunlara hakim olmadıqca onun orucu deyil xavas, bilən alim orucuna yaxınlaşmaz. Yaxınlaşmaz. Resulullah aleyhissalatü vesselam buyurur yine, Rubbe saimin leyse lehu illa cu'un ve ataş. Av kema qal aleyhissalatü vesselam. Oruç tutanlar vardır ki, ona aclıq və susuzluqdan başqa bir şey qalmaz. Bəli, oruç tutar, yemək yeməz, su içməz. Amma dediyimiz kimi yalan danışar, qeybət eləyər, böhtan danışar, nəmimə eləyər, ikiyüzlülük eləyər və orucun savabı gedər. Ona görə də onun orucundan ona susuzluqdan və aclıqdan başqa bir şey qalmaz deyir sallallahu aleyhi və səlləm. Bəli, əzizlər, onun üçün bir insan oruç tutdu mu tək onu yeməyi, içməyi dayandırmaqla tutmasın. Oruç tutdu mu mələyanidən tutmuş qeybətə kimi. Ən dəhşətlisi qeybətdir. Dilin afatları arasında ən dəhşətlisi qeybətdir. Bütün bunlardan da dilini qorusun. Harama baxmaqdan gözünü qorusun və s. və s. və s. Bəli, əzizlər, dilin afatları üləmamız tərəfindən heç şübhəsiz Resulullah sallallahu aleyhi və səlləmin hədisi və Qur'anın işığında araşdırılaraq yazılmışdır, deyilmişdir, sözlər deyilib Qur'an və üləmanın dilin afatları haqqında. Bunların haqqında ən təfsilatlı danışan alimlərdən biri Hüccetül İslam İmam Qəzalidir. İmam Qəzali deyib keçmə. İmam Qəzali Hüccetül İslamdır. Hüccət nədir əzizlər? Hüccət göz qabağında olan dəlil, inkar olunmaz, rədd olunmaz dəlil. Əgər başqa dildə demək biraz asan olsaydı, buna argument deyir ruslar, argument. Yəni artıq qabağındadır, bunu inkar eləyə bilmirsən heç cür. Ola bilər bir dəlili inkar eləyə bilərsən, deyə bilərsən ki, bu belədir, o elədir. Amma göz qabağında olan bu taxtanın taxta olduğunu inkar eləmək nədir? Mümkün deyil. Bu taxta və bu qapı qapının taxtadan olduğunun hüccətidir. Heç kəs buna deyə bilməz ki, bu taxtadan deyil, dəmirdəndir. Yəni hüccət budur. İnkar olunmaz, rədd olunmaz dəlil. İmam Qəzali öz devrinin deyil, İslam tarixinin, İslam alimlərinin arasında İslamın inkar olunmaz dəlili təxəllüsünə, ləqəbinə, tituluna layiq görülmüş insan alimdir. Bəli, hər alimin öz dəlili vardır, öz adı təxəllüsü vardır, öz mövqeyi, məqamı vardır. Hüccət İslam da bir dənədir, o da İmam Qəzalidir. Rəhməhullah özünün İhya-ül-Müddin kitabında
dilin afatları mövzusunda 20 afat sayır, 20 təhlükə. Təbii indi bizim bu hamısını saymaq vaxtımız çatmayacaq buna. Bir insanın başına dilinin ucundan 20 təhlükə gələr. 20 təhlükə. Bəli əzizlər. Bunların ən birincisi yalandır. Bir məsciddə səhvimizi sıxlaşdıraq olarsa, ayaq üstə duran qardaşlar, üzürlü olanlar kənarda dayansın, üzürsüz olanlar otursun, yəni arxada olan, ondan arxada olan qardaşlara mane olmasın. Otura bilməyən qardaşlar divar tərəfdə, heç kəsə mane olmayan tərəfdə dayansın. Yolu bağlamayaq. Bəli əzizlər. Yuxarı mərtəbələrdə yer var, boşdur oralar. Yuxarı mərtəbədə, aşağı mərtəbədə səhvimizi sıx tutaq. Bəli. Yalan dedik, yalan. Resulullah buyurur ki, bir insan yalan danışar, o qədər yalan danışar ki, axırda Allah Taala onu yalançılar zümrəsinə yazar. Ondan sonra doğru sözünün də faydası yoxdur. Bir insan da o qədər doğru danışar ki, axırda Allah Taala onu doğru danışanlar zümrəsinə yazar. Bəli əzizlər, yalan insanın şərəfinə, mövqeyinə ən çox zərər gətirən şeydir. Yalan insanın içinlə çölünü fərqləndirən şeydir. Yalan, bir dəfə demişik, hamımızın bildiyi bir hədisdir, münafiqin birinci əlamətidir. Aleyhisselatü Vesselam nə deyir? Əlamətül münafiqu thələthə, münafiqin əlaməti üçdür. İzə təhəddəfə kəzəbə. Birinci bunu deyir Resulullah sallallahu aleyhi ve sellem. Danışarsa, yalandan danışar, yalan danışar. Resulullah'dan əvvəl Allah Taala onların yalancı olduğunu ayət-i kərimədə təsbit eləyir. İnnallaha yəşhədu ennel münafiqinə ləkəzibun. Allah şahidlik eləyir ki, münafiqlər yalancıdırlar. Bəli əzizlər, bir möminə yalan danışmaq heç mi heç yaraşmaz. Əbu Zər-il-Ğifari radiyallahu anhu Resulullah'dan soruşdu. Ya Resulallah, bir mümin, bir müsəlman oğurluq eləyərmi? Bir mümin, bir müsəlman oğurluq eləyər. Bir mümin, bir müsəlman zina eləyərmi? Bir mümin, bir müsəlman zina eləyər, dedi Resulullah sallallahu aleyhi ve sellem. Ya Resulallah, bəs bir mümin yalan danışar mı, dedi. Resulullah Teala ola bilməz. Mümin yalan danışa bilməz. Bəli əzizlər, bir insan imanının kamilliyini, bir insan imanına özünün sadiqliyini ölçmək üçün adətən, yəni var, indi bu saat iman detektoru işləyir, ya filan kəsin imanında, əqidəsində problem var deyə də, hər kəs özünün detektoru olacaq, ölçüsü, mizanı olacaq. Nə ilə ölçəcək? Danışdığı yalanla. Gün ərzində mən nə qədər yalan danışdım, neçə insana həqiqətin o bir sözünü dedim. Əgər bir insan özünü bu detektora, bu tənzimləyiciyə, bu ölçüyə oturdarsa, imanının dərəcəsini özü çox gözəl dərk eləyər. Bəli əzizlər, imansız eləməz yalan insanı, amma günahkar eləyər. İmanına zədə gətirər, imanını zədəli eləyər. Yalan bu şəkildə bəyənilməz bir şeydir əzizlər. Ondan sonra, yalandan sonra dilin afatlarından biri də nəmimədir, nəmimə, söz daşımaq. Söz daşımaq, nəmimə dediyimiz şey nədir? Adam oturar bir yerdə, bir insan söhbət eləyir, bir qardaşının əhvalatını danışır, gələr, üstünə də artırar, azaldar, bəziyər, aparar, o birisinə xəbər verir. Hə, filan kəs sənin haqqında bunu deyir. Ondan sonra insan halı, bəşər halı. Bu da onun dediyinə qarşılıq o daxildən gələn insan təbiətincə müəyyən bir cavablar verər. Hə, bu dəfə də buradan gətirər, bunu da gətirər, buna xəbər verər.
Ki filankəs sənin haqqında belə dedi. Bu da nəmimədir əzizlər, nəmimə. Bu da dilin afatlarındandır. Bu da bəyənilən bir şey deyildir. Bu da müminə yaraşan bir şey deyildir. Resulullah sallallahu aleyhi ve sellem təbii o ümmətin rəsuludur, ümmətin dərdinin dəvaçısıdır. Bir problem olanda gələr Resulullah'a deyərdilər ki, ya Resulallah filan kəs belə deyir, filan kəs belə deyir. Bir dəfə buyurdu ki, qardaşınızın halını gəlib mənə oldu olmadı hər şeyi xəbər verməyin. Çünki sizin hər hansı birinizin yanından qalxanda onun haqqında qəlbimdə nəsə bir yük olmasını istəmirəm. Bəli əzizlər, Resulullah sallallahu aleyhi ve sellem bir bəşər olaraq eşitdiyi sözlərdən yüklənirdi. Öz ümmətinin arasında olan qüsurlara görə narahat olurdu. Onların o qüsurlardan xilas olması üçün alışır yanırdı zaman zaman. Ona görə də bəzən qadağan eləyirdi ki, öz aranızda olan sözləri gəlib mənə xəbər verməyin. Dilin afatlarından növbətisi ən çətini qeybətdir. Qeybət haqqında həmişə danışırıq, geniş danışırıq, çox danışırıq. Bəli əzizlər, qeybət savabları alovun quru samanı yediyi kimi yeyən bir şeydir. Bir insan dilini qeybətdən nə qədər qoruyarsa, savabı o qədər çox olar. Günlərin birində Sufyan-ı Sevri'dən tələbəsinin biri soruşdu. Dedi, ya Sufyan, bu Əbu Hənifə nə tər adamdır? Heç kəsin haqqında danışmaz. Heç kəsin haqqında danışmaz. Sufyan-ı Sevri dedi ki, Əbu Hənifə savablarını başqasına verəcək qədər ağlı nöqsanlı, qüsurlu birisi deyil. Həsən Bəsrinin qeybətini eləyən bir insana Həsən Bəsri bir tabaq hədiyə göndərdi ki, eşitmişəm ki, savablarını mənə göndərirsən, mənim də verəcəyim sana budur. Bundan başqa bir şey verə bilmənəm. Abdullah ibn Mübarək dedi ki, əgər bir başqasının qeybətini qırzacaq olsam, öz ata və anamın qeybətini qıraram. Çünki mənim savablarımı götürməyə onlardan çox haqq olan, onlardan çox haqq sahibi olan heç kəs yoxdur. Bəli əzizlər, Sələf-ü Salihin qeybətə bu cür davranırdı. Və onlar Resulullah sallallahu aleyhi və səlləmin əvvəldə də xatırlatdığım hədis-i şərifdə Mən kənə yu'min billahi vəl yevmil əxir fəlyəqul xeyran av liyəsmud. Allaha və axirət gününə inanan xeyir söyləsin ya da sussun qaydəsinə ciddi əməl eləyərdilər. O alimlərin mənaqibini, həyat tərcüməsini, həyat hekayələrini oxuyanda böyük əksəriyyət haqqında bu sözü deyərlər. Rast gələrsən ki, uzun susan adam idi. Söz soruşmasan danışmazdı. Boş yerə boş sözü danışmazdı. Soruşardınsa o zaman soruşulan sözə miqdar cavab verər, yenə susardılar. Bəli əzizlər, onların halı bu idi. Bizim halımız isə nədir? Soruşmamış danışmaq, danışanda susmamaq, xatırladanda belə Allah Allah, Allah Allah. Xatırladanda belə ki, ya qardaşım qeybət eləyirik, gəlin susaq. O zaman ondan da şiddətli bir hücum gəlir üstünə. Bax, artıq cənnətə getmirsən, bizə sənə qeybət mani olur. O qədər günahımız var ki. Qorxmuruq, qeybət eləməkdən qorxmuruq. Biri də qorxusundan, biri ehtiyat eləyib qardaşına qeybət eləməyi xatırlatsa, ittiham altında qalır, özünü göstərir. Görürsən, heç az qeybətin haram olduğunu bilmir, bir tək bu bilir, bu xatırlatdı. Halımız budur, hamımıza aiddir. Bəli əzizlər, Resulullah sallallahu aleyhi və səlləmin yanında Hazreti Ayşə anamız bir gün, Həfsə anamızın boyu biraz qısaydı, dedi o balaca Həfsə var ha, belə göstərdi əlindən. Resulullah dedi, Ayşə, elə bir söz dedin ki, dənizə qarışsaydı, o söz dənizə qarışsaydı, dənizin dadını dəyişərdi. Amma biz bugün
bir-birimizin arxasınca nələr demirik? Oldu, olmadı, nə ifadələr işlətmirik? Ondan sonra da çevrilirik, sanki heç nə olmuyubmuş kimi bir qalib ədasından, bunun haqqında bunu dedim. Bəli, əzizlər, dilimizin afatıdır. Ona görə bayaq elə söhbətimi onunla başladım ki, dilim olasan, dilim balası. Bütün əzalar, hədis şərifdə gəlir, bütün əzalar deyir, səhər dilə yalvarar. Bizi salamat saxla. Baş dilə yalvarar ki, mənim başıma bəla açma. Bəli, əzizlər, bəli. Bir parça ətdir, sümüyü yoxdur. Bu tərəfə də dönür, bu tərəfə də dönür. Gözümüz görməkdən başqa bir işin sahibi deyil. Rəngləri görər və salam. Əlimiz tutmaqdan, götürməkdən başqa bir işin sahibi deyil. Götürər, tutar, aparar, gətirər və salam. Ayağımız onun kimi, qulağımız eşidər və salam. Amma bu dilimiz var ha, həm görür, həm eşidir, həm vurur, həm yıxır, həm öldürür, həm dirildir, həm mömin eləyir, həm kafir eləyir. Elədir. Bir insan la ilahe illallah Muhammedur Resulullah demədikcə o insanın mömin olmasına kimsənin şahidlik eləmə ixtiyarı yoxdur. Qəlbində istəyir imanın tam zirvəsində dayanmış bir imana sahib olsun. Dili demədikcə onun mömin olduğu qəbul olunmaz. Bir insanda la ilahe illallah Muhammedun Resulullah'ı inkar eləmədikcə yenə dilinlə əzizlər, kafir olmaz. La ilahe illallah Muhammedun Resulullah dediğimiz zaman tək bu ifadənin üzərinə anlamayın məni. Bir insan dilinlə namaz yoxdur demədikcə kafir olmaz, qılmasa belə. Bir insan dilinlə özünün kafir olduğunu, dilinlə özünün imandan çıxdığını tərcümə eləmədikcə o insanın haqqında küfür hökmü verilməz. Resulullah sallallahu aleyhi ve sellem Zeyd ibn Harisə, Üsamə ibn Zeydi qınamadı mı? Niyə, nəyin üstə? Döyüş əsnasında qılıncı çəkdi birini öldürməyə, la ilahe illallah dedi. Qılıncı indi ama bu indirdi. Yanındaşılar, sən neynədin, adam la ilahe illallah dedi, niyə öldürdün adamı? Qorxusundan, ölməyin qorxusundan dedi deyə özünə haqq qazandırmaq istədi. Allah ondan razı olsun. Gəldilər, ya Resulallah, belə bir hadisə baş verdi dedilər. Resulullah sallallahu aleyhi ve sellem o qədər qəzəbləndi ki, həllə qətəltə və huvə yəqul la iləhə illallah. O la iləhə illallah deyəndən sonra sən onu öldürdün mü? O la iləhə illallah deyəndən sonra sən onu öldürdün mü? Deyə təkrar Üsamə ibn Zeyddən soruşur. Və Üsamə ibn Zeyd deyir ki, Allah ona razı olsun, Resulullahın o təşvişini, o qəzəbini gördüm, o günə qədər kaş iman eləməmiş olaydım dedim. O qədər peşman oldum deyir. Niyə? Qəlbini açıb baxmamısan. Qəlbindən xəbərin yoxdur. Qəlbin sahibi Allahdır, Allah. Qəlbə baxan qəlbin nəzərgahı Allahın nəzərgahıdır. Qəlbə Allahdan başqası baxa bilməz. Qəlbə Allahdan başqasının, bəşərin baxması üçün bu dil lazımdır, dil. Ona görə də bu dil qəlbin lehinə də işləyir, əleyhinə də işləyir, əzizlər. Resulullah sallallahu aleyhi ve sellem hədisdə buyurur və bu da dilin afatlarının növbəti afatlardan biridir, yalancı şahidlik. Yalandan şahidlik eləməkdə dilin afatlarından da əzizlər. Görmədən, bilmədən bir insanın üzünə durar, deyər ki, bu iş belə oldu, mən gördüm, mən bildim. Eşitmədən, qulaq asmadan, məclisində olmadan filankəs filan sözü dedi deyə danışar. Yalancı şahidlikdir. Yenə bu barədə bax, yenə Resulullah sallallahu aleyhi ve sellem əshabınla söhbət eləyən əsnada qayıtdı dedi, insanı həlak eləyən şeydən sizi xəbər verim mi? Dedilər, bəli ya Resulullah, ver. Dedi, ələ və şəhədətü zur, ələ və şəhədətü zur. Bilmiş olun yalancı şahidliyi, bilmiş olun yalancı şahidliyi. Resulullah belə söykənmişdi oturduğu yerdə əleyhissalatu vesselam. Yalancı şahidlik deyəndə qalıqdı, oturdu, təkrar eləyir.
Bilmiş olun yalancı şahidlik, bilmiş olun yalancı şahidlik. Səhabə deyir ki, başa düşdük. Resulullah bu qədər özünü yormasın. Kaş ki, Resulullah hiss eləyək ki, biz başa düşdük. Özünü yormaya, kaş Resulullah susa. Bəli, əzizlər, Resulullah bu qədər həyacanla dilin bəlasını, yalancı şahidliyi bizə çatdırır ki, aman yalancı şahidlik eləməyin. Amma bugün yalancı şahidlik ayaq açıb yeriyir, Allah bizi islah eləsin. Əvvəlimizi, axırımızı, böyümüzü, kiçiyimizi. Bəli, əzizlər. Dilin afatlarından, dilin bəlalarından yenə bu şahidlik haqqında sizə bir hədis oxuyacağım. Axır zaman hədislərindən də, əzizlər. O da necə axır zaman hədislərindəndir? Əslində Resulullah sallallahu aleyhi və səlləmin ümmətin əvvəlini, axırını bir yerə yığdığı hədisdir. Hamımızın bildiyi, hamımızın zaman dediyi, zaman birinin dediyinə o birisinin istehza ilə baxdığı sələf haqqında deyilən hədis. Qal aleyhissalatu vesselam xeyrul qurun qarni. Əsrlərin, qərinələrin, insanların, dövrlərin ən xeyirlisi mənim əsrimdə olanlardır. Thummellezine yelunhum. Ondan sonra gələnlərdir. Thummellezine yelunhum. Ondan sonra gələnlərdir. Thumme ya'tun nas la yesteşhedun ve yeşhedun. La yetekellemun ve yukezzibun. Əv kəmə qal aleyhissalatu vesselam. Əsrlərin xeyirlisi mənim əsrimdir. Ondan sonra gələnlərdir. Ondan sonra gələnlərdir. Ondan sonra insanlar gələr ki, şahidlik elənmədən, yəni şahid tutmadan danışar. Şahid tutmadan danışar, əzizlər. Bugün bir insandan şahid tutmadan danışmaq yayılıb. Adamla bir şeyə şahidsənmi, deyilsənmi soruşulmaz, adam özü şahidlik eləyər. Özünə şahidlik eləməsi bir tərəfə, başqasına da şahidlik eləyər, o da doğrudur, yalan da Allah bilir. Bu da ümmətin hər gələn nəslin o birisindən daha çox xətalara düşəcəyinin dəlillərindəndir. Müsəlman olan kəs, ağıl sahibi, düşüncə sahibi, təfəkkür sahibi müsəlman bu kimi şeylərdən özünü qorumalıdır. Soruşulmadan niyə danışırsan? Yox, bu insanları düzəltməlidir, bu insanlara xəbərdar eləməlidir, filan şey belədir, filan şey elədir, o haramdır, bu səhvdir, bu bidətdir, nə bilim, bu falandır, bu budur, bu odur, bu da budur. Soruşdular mı səndən? Soruşmadan danışan Resulullah sallallahu aleyhi və səlləmin şahidlik istənmədən şahidlik eləyənlər sırasına qarışar, əzizlər. Və fihi müthimən, onların arasında köklük olar, deyir aleyhissalatu vesselam. Dünya həvəsi olar, dünyanı sevmək olar. Keçən dəfə Quran oxumaq haqqında danışdıq sizə Quran söhbətindən. Hədis şərifin birində deyir ki, Qur'ana sarılın, Qur'anı qoruyun. Ümmetimin haqqında iki şeydən qorxuram. Bir, Qur'anı itirməklərindən, bir də südü görüb ona aşiq olmaqlarından. Nə əlaqəsi var südü görüb aşiq olmaqların? Soruşurlar və üləmat şərh edir bunu. Və gözəl bir, yaxşı bir, yerinə bir atalar məsələmiz də var. Molla süddaşı gördü, Quran yadından çıxdı. İnsanlar dünya həvəsinə qapılıb, 5-3 manat qazancına qapılıb, Qur'ana arxa çevirəcəklər. Bəli, əzizlər, Qur'ana arxa çevirəcək insanlar 5-3 manat xatirinə, dünya həvəsi xatirinə. Həmin o dünya həvəsinin xatirinə insanlar yalan danışacaq, həmin o dünya həvəsinin xatirinə insanlar yalancı şahidlik eləyəcək, həmin o dünya həvəsinin xatirinə insanlar ikiyüzlülük eləyəcək. Dilin afatlarından biri də ikiyüzlülükdür, əzizlər. Necə olur ikiyüzlülük? İkiyüzlülük
Bir insan üzdə səni görər, qardaşımsan, canımsan, ciyərimsən, oyan, buyan, vallahi gözümüzlə görürük zaman zaman, yönünü çevirir və yaxud qardaşı yönünü çevirir, Allahın veylul likullu huməzətul luməzə təhdidinə özünü hədəf eləyir. Qaşınla gözünlə istehza eləyir. Bayaqdan qardaşım dediyinə qaşınla gözünlə arxasından istehza eləyir. İkiyüzlülükdür əzizlər. Sələf üləmasından birini, təəssüf adı bu saat yadıma düşmür, Cəfər ibn Mənsur, Əməvi xəlifəsi, Beytullahın yanında, Kəbənin yanında tutdu. Tutdu və ant verdi. Dedi, ant verirəm səni bu evin sahibinə, bu evin Rəbbinə. Doğru de. Mənə de görüm. Necə adamam? Dedi, ant verirəm sənə bu Kəbənin, bu evin sahibinə. De görüm mən necə adamam? Dedi, and içirəm bu Kəbənin sahibinə, pis adamsan. Yaxşı adam deyirsən. Soruşdular, dedilər, qorxma adamına. Qorxmadım da, adam xəlifə o sözü deyərmi üzünə qarşı? Qorxmadım səni cəzalandırar, öldürər, asa kəsər, həbs eləyər. Dedi, əgər yalanı deyib, üzünə onu tərifləyib, Allahın cəzasına rast gəlməkdənsə, içimdəkini, qəlbimdəkini deyib, onun cəzasına rast gəlmək mənim üçün daha asandır. Mən niyə Allaha ant verir? Allahın qəzəbinlə xəlifənin qəzəbi birdirmi? Məndən soruşur, mən də qəlbimdəkini dedim ona. Bəli, əzizlər, sələf-ü salihindir. Amma bugün bizim onların davranışından, bizim davranışımızda Allahümma mən illə mən səlim, mən hamıya aid eləmirəm. Amma əğləbiyyət, çoxluq gördüyümüzdə bizim davranışımızdan onların davranışında bir oxşarlıq varmı? Allah Teala kitabında buyurur, veylul likulli huməzətil luməzə. Qaşınla, gözünlə işarə eləyib istehza eləyənin vay gününə olsun deyir. Müşriklər Rəsulullahı eləyərdilər, amma qaidə ümumidir, hər bir insana aiddir. Hələ bir müsəlmanın müsəlmana eləməsi, bir müsəlmanın müsəlmana qarşısında qardaşım deməsi, qarşısında can qardaş olması, arxasını çevirəndən sonra da qaş-göz eləyib ona istehza eləməsi, bir insanı dediyimiz o ayənin hədəsinə hədəf eləməzmi? Eləyər. Sonra əzizlər, bir insanın dilinin başına gətirəcəyi bəla. Bayaq avamdan danışdıq, toplu, cəmiyyətdən danışdıq. İmam Qəzali rəhməhullah 20-ci bəla, dilin 20-ci bəlasını bu avam toplum haqqında, əksəriyyət haqqında deyir. Məsələnin ciddiliyinə görə kitabın səhifəsinin kopyasını çəkib gətirib hərfiyyən oxuyacağım sizə inşallah. Buna görə də yenə kimə söz deyir, kimə çatdırır, nə bilim, nə xahiş edirəm, bu kimi sui zənnə düşmüyüm. Vallahi, qardaşıma xəbərdarlıq eləmək və ən-nəsihətu, əd-dinu nasihə hədisinə tabi olmaq və o hədisin işığında bir mümin olaraq, mümin saydığım qardaşlarıma bu xətadan özlərini qorumaq üçün bunu deyirəm. Çünki təhlükəlidir. Bayaq deyir, əzizlər, yalan danışmaq insanı dindən çıxartmaz. Qeybət eləmək insanı küfrə salmaz. İkiyüzlülük insanı küfrə salmaz. Amma bu deyəcəyim, insan xəbəri olmadan özünü küfrə salan bir təhlükədir, əzizlər. Nədir o? Nədir? Sualul avam an sifatillahi Teala və an kəlamihi və an el-huruf və ennəhə qadimə əv muhtəsə və min haqqihim el-iştiğal bil-əməl bimə fil-Quran.
avamın, yəni toplumun, əksəriyyətin ixtisaslaşmamış, mütəxəssis olmamış olan insanların Allahın sifətləri, kəlamı, onun yaradılıb məxluq olub olmaması və bu kimi mövzularla özlərinin vaxtını keçirmələri və bu barədə danışmaları və bu barədə sual soruşmaları dilin afatlarındandır. Bugün Allahın zatından çox danışılan bir mövzu var mı aramızda? Allahın sifətindən çox danışılan bir mövzu var mı aramızda? Məkan, zaman, yəd, saq və s. mövzulardan çox danışılan mövzu var mı aramızda? Sələf üləması yədullahı başqa dilə tərcümə eləməyə icazə vermədi. Niyə? Çünki dedi, xətiya düşərsən, Allahın sifəti haqqında başqa dildə danışmağı qadağan elədilər. İllə ərəbcə. Yədullah deyəcəksən, dedi. Əl, ayaq deyə tərcümə eləməyə icazə vermədilər. Sələf üləması. Amma biz bugün nə tərcümə? Tərcüməni də o tərəfə keçmişik. Kim keçib? Elm sahibləri keçə, vallahi dərd deyil. Bilərsən ki, elm sahibidir, danışdığını bilir, təhlükəsini də bilir. Bir kalendar vərəqindən, bir qəzet səhifəsindən və yaxud bir internet səhifəsindən, ya qardaşım, nə bilirsən onun arxasında dayanıb onu yazıb, onu körüklədənin məqsədi nədir? Dedik, dil insanı ya imana gətirir, ya kafir eləyir. Bəli, davam eləyirik. وَلِذَٰلِكَ قَالَ Resulullah sallallahu aleyhi ve sellem. Ona görə də Resulullah aleyhissalatü vesselam buyurdu. Yəni səhifə çox uzundur, vaxtımızı alacaq. Hədisi oxuyuram dəlillərini. ذَرُونِ مَا تَرَكْتُكُمْ فَإِنَّمَا هَلَكَ مَنْ كَانَ مِنْ قَبْلَكُمْ بِكَسْرَةِ سُؤَالِهِمْ. Mən sizi necə buraxmışamsa elə də davam eləyin. Sizdən əvvəlkilərin həlak olmasının səbəbi suallarının çoxluğu oldu. Suallarının çoxluğu oldu. Müttəfəqun aleyh hədisdir. Və qalə Ənəs, başqa bir hədis. Səələn nəsu Rasulallah sallallahu aleyhi ve sellem yevmən fəəksəru aleyhi. Deyir ki, bir gün Resulullah sallallahu aleyhi ve sellem'den insanlar sual soruşdular və həddi aşdılar. Və əğdəbu və Resulullah sallallahu aleyhi ve sellem'i qəzəbləndirdilər. Fəsəədəl minbər, minbərə çıxdı. Və qalə, səluni və lə təsəluni an şeyin illə ənbə'tukum. De, soruşun. Nə soruşsanız cavabınızı verəcək. Fəqamə ileyhi rəculun. Fəqalə, ya Resulallah, mən əbi. Bir nəfər qalıqdı, dedi ki, ya Resulallah, atam kimdir? Qalə əbukə Huzafə. Dedi ki, sənin atan Huzafədir. Bir başqası qalıqdı, o da soruşdu. Bir başqası qalıqdı, ya Resulallah, mən hardayam? Cənnətdəyəmmi, cəhənnəmdəyəmmi? Necə cəhənnəmdəsin? Hə, əzizlər. Zaman haşa, əstağfurullah, mən hər şeyi bilən bir aliməm deyə bunu ona görə demirəm. Zaman qardaşlardan çox sərt cavab verir, çox sərt davranır deyə haqqımda sözlər söylənir. Ki, çox sərt cavab verir, sual soruşanda suala mülayim cavab vermir. Zaman Resulullahın bu hədisinə əməl eləyir, sərt cavab verirəm ki, bir soyuq duş təsiri bağışlasın. Başını tumarlayanda o da xumarlanır, biraz da irəli gedir. Bəli əzizlər. Ona görə hər şeyin öz həlli var. Və Resulullahdan rəvayət olunur, amma hədis olduğu şübhəlidir. Mən də hədis olaraq demirəm. Belə bir hikmətli kəlam var. Əxruddəi əl-key. Dərmanın axırıncısı dağlamaqdır, yəni yandırmaqdır. Bir xəstəliklər olardı o zaman, Allah afiyət versin üzərinizə, heç bir dərman müalicə eləməzdi. Dəmiri qızdırardılar, basardılar üstünə, yandırardılar, o həll oluyardı o məsələyi. Bəli əzizlər,
zaman zaman yersiz suala sərt cavab olmalıdır. Kimin üçün? Vallahi mənə zərər eləmir. Uzaq başı deyəcəksiniz ki, sərt adamdır, pis adamdır və salam, tutardı. Amma sual sizə zərər eləyir, əzizim, soruşana, bilmədiyi şeyi danışana. Bəli, əzizlər, bəli. Bilmədiyi şeyi danışana. Sual o insana zərər eləyər. Ona görə də bir qardaş olaraq xatırladıram. Vallahi başqa niyyətim də yoxdur. Kiminsə doğru, kiminsə səhv olduğuna. Mənə lazımdır elə şeylər. Allahın zatı sifəti haqqında ağzımıza bir qıfıl vurmalıyıq. Bilmədən danışmaq olmaz. Bilmədən bir söz deyərsən, o səni küfrə salar. Ondan sonra bir ömür yox, 1000 ömür yaşa, Allahın hökmündə mələk yazıb. Mələk yazıb ki, bu insan bu küfür kəlməsini söylədi. Ona da tövbə eləməyib. Adam nə? Adam təbliğ eləyir, nə bilim, öyrədir, müəllimlik eləyir. Çox vaxtda soruşmadan. Bir də gəlirsən, əməl dəftərin açılır, Qurandakı demiş, kullu zəlkə həbən mənfura. Nəyin varsa, yel sovurub aparıb. Hansı yel? Buradan çıxan bir nəfəs. Bəli, əzizlər. Ona görə, vallahi nə qədər az danışsaq, xüsusilə kəlam mövzusunda, xüsusilə Allahın zatı mövzusunda bir o qədər bizə faydası vardır. Bir o qədər bizə faydası vardır, əzizlər. Ən sonuncusu, vaxtımız yaxınlaşır, husn islamil mər'i tərkuhu mələ ya'nihi. Bir insanın dininin gözəlliyi ona aid olmayan şeyi buraxmaqdır, tərk eləməkdir. Əzizlər, sizə bir söz deyim. Hər hansı birimiz bilsək ki, bu mələklər, yazanlar, danışdığımıza görə, yəni o danışdıqlarımızı yazdığımıza görə bizdən pul alacaqlar. Ağzımı açdım, mələk yazdı, qardaş, zəhmət çəkib yazmışam, pulumu ver, haqqımı ver. Danışarıq mı? Maddiyyətə bağlayıram, maddiyyətə. Resulullah dedi, və yəzhəru fīhumus simən, onlarda köklük meydana çıxacaq. Köklük bu, bir insanın Allahın yaratdığı bədən köklüyündən getməz. Bir insanın dünya həvəsini kökəlməyə, varlanmağa, dünya malını çəkməyə həris olmasından gedər. Hər hansı bir insana, belə bir söz də var, danışmaqdır, pul istəmir ki, danışmağa da. Yəni pula bağlasalar, vergiyə bağlasalar, heç kəs danışmaz. Vallahi puldan da, vergidən də daha qiymətli bir şeyi sovururuq danışaraq. Ərəb demiş, ələ vəhyə əs-savab. O bizim savablarımız, əməllərimizin qarşılığıdır. O bizim əməllərimizə qarşılıq Allahın bizə verəcəyi savablardır, əzizlər, savablar. Bəli, əgər bunu biz pula çevirsək, əgər biz bunu qızıla çevirsək, əgər biz bunu dünya malına çevirsək, yalvarsan da kimsə sana söz deməz. Başına 1000 il fırlan ki, qardaş, bu sualın cavabını mənə ver, dillənməz. Dəli olmuyor pulunu sənə versin. Bəli, əzizlər. Ona görə Ramazanda orucumuzun savabını danışdıq, dedik, savab aparar. Orucumuzun o Allah'tan başkasının verə bilməyəcəyi qarşılığı qeybət, yalan, böhtan, ikiyüzlülük, nəmimə, lazımsız söhbətlərlə gəlin, neynəməyək, zay eləməyək. Gəlin, orucumuzu xavas dərəcəsinə qaldıra bilməsək də, heç olmasa ülama dərəcəsinə qaldıra bilək. Ona çalışaq, əzizlər, Allah sizə xeyirli oruc, xeyirli Ramazanlar nəsib eləsin. Bir xatırlatma eləyəcəm, əzizlər. Ramazan ayının gözəlliklərindəndir. Keçən həftədə oxuduq hədisi. Resulullah Aleyhisselatü Vesselam hər il Ramazan ayında Qur'anı Cəbrail Aleyhisselama ard eləyirdi, sərd eləyir, oxuyurdu. Ramazan, axirətə köçən Ramazanda 2 dəfə oxudu. Və bu hədisin, həmin eyni hədisin mətnində deyir ki, Əbu Hüreyrə, Allah ona razı olsun, Resulullah sallallahu aleyhi və səlləm hər il Ramazanın son 10 gününü məscidə etikafa oturardı. Axirətə köçəcəyi ili 20 gün etikafa oturdu. Etikaf bir ibadətdir, əzizlər.
Sünnət bir ibadətdir. Ramazan ayının son 10 günündə olması sünnət-ü müəkkədədir. Başqa vaxtlarda da eləmək olur. Bir andan otmuş, 10 gün bir qədər müddətə hökmü vardır. Təbii bunun fıqhı məsələlərini izah eləməyəcək, vaxtımız ona çatmaz. Sadəcə demək istədiyim odur ki, qardaşlar bilmiş olsun, məscidimizdə inşallah Ramazanın son 10 günündə etikafa oturmaq istəyən qardaşlar üçün şərait tərtib olunacaq inşallah. Bir qardaşımız Rəsullahın sünnətini yaşamaq istəyər, etikafa girmək istəyərsə, gəlib məscidin idarəsinə, müdiriyyətinə müraciət eləyib, adını yazdırıb, neçə gün olacaq, nə qədər olacaq onu qeyd elətdirib, xəbərdar elətdirib, bizi məlumatlandırsın ki, biz də ona lazım olan hazırlığı görə bilək. Amma, şərt demirəm, xahiş deyirəm. Amma etikafa oturarkən məscid idarəsinin və cəmaatımızın rahatlığı xatirinə bir xahişimiz olacaq. Etikafa girən qardaş, etikaf kənarı bir şeylə məşğul olması. Toplaşıb cəmaatla söhbət eləmək, nə bilim, dərs oxumaq, filan eləmək. Etikafın ədəblərindəndir. Etikafa qapanan insan başqasıyla dünya kəlamı danışmaz. Dünya kəlamı eləməz. Çəkilər bir tərəfinə, Quranını oxuyar, namazını qılar, zikr eləyər, dua eləyər, nə eləyər, özü bilər. Bəli, bu şərtlər olarsa, təbii, indi məsciddə hamımızda gözümüz üstündə olacaq. Bu şərtlərə riayət olarsa, kimsə kimsəyə etikafını saxla, dayandır deyə bilməz. Amma məscidin, cəmaatın narahatçılığına səbəb olacaq, cəmaatımızı narahat eləyəcək bir davranış rastımıza çıxarsa, o zaman artıq üzr istəyib qardaşımıza öz ibadətinə xitam verməsini xahiş eləyəcək. Allah gözəl bir ibadət sahibi olub, gözəl savablara çatmağı cümləmizə nəsib eləsin inşallah. Sonra əzizlər, sizi çox yordum, haqqınızı halal eləyim. Bir bacımız dünyasını dəyişib, ahirətə köç eləyib. Ona görə cəmaat sıxkən, onun özü bir rəhmətdir, onun özü bir xoş xəbərdir, xoş əlamətdir. Cümə günü, Ramazan ayı bir insanın dünya keçməsi inşallah ki, onun haqqında xeyir əlamətlərdir və bacımızın cənazə namazını fərz namazdan həmən sonra qılacaq. Niyə? Çünki fərz namazdan sonra sünnət qılası olsaq, ondan sonra bəzi qardaşlar tələsir, işə gedir, nə bilim, nə eləyir, ara qarışır, ondan sonra bacımızın namazını qılmaq gecikəcək. Əzizlər, cənazə hazır oldu mu, onun namazını qılmaq, sürətlə, tez tələsik qılıb, ahirətə qovuşturmaq üzərimizdə haqdır. Resulullah Aleyhisselatü Vesselam buyurur ki, sizdən biriniz ahirətə köçərsə, həmən onu ahirətə qovuşturmağa çalışın ki, yaxşı olsa xeyrinə, ahirətinə, daha cənnətinə, Allahın rəhmətinə bir an əvvəl qovuşturmuş olursunuz. Başqa cür olsa, başqa cür, o bizi maraqlandırmasın, gəlin, onu danışmayaq, xeyir gün danışaq, xeyir söz danışaq, bacımızı bir an əvvəl Allahın rəhmətinə qovuşmasına inşallah səbəb olaq. Cənazə namazı 4 təkbirdir, işə gecikən qardaşlar da hər halda gecikməz. Aranı qarışdırmadan, salamdan sonra 3 dəfə əstağfirullah deyib, həmən cənazə namazını qılacaq inşallah. Axır olaraq, Allah Teala ümmət-i Muhammedin xəstələrinə şifalar versin. Problemi olan, dərdi olan, müşkili olan qardaşlarımızın, bacılarımızın problemini, dərdini, müşkülünü dünya və ahirət üçün xeyirli bir şəkildə həll eləsin inşallah. Allah Teala borçlu olan qardaşlarımızı borç yükündən azad eləsin. Allah Teala zamanımızda bəzi sıxıntı, faiz bəlasına düşən, faiz yükünə düşən, faiz toruna düşən qardaşlarımıza rast gəlirik. Allah Teala onları da, bütün insanları da bu bəladan xilas eləsin inşallah. Allah Teala Ramazanımızı, orucumuzu, ibadətimizi axır gündə bir əski kimi üzümüzə çırpınışlardan eləməsin inşallah. Allah Teala amin deyən səslərinizi, sözlərinizi öz dərgah izzətində məqbul olmuşlar sırasına yazsın inşallah. Subhana rabbika rabbil izzət amma yasifun və sələmun aləl mürsəlin və elhamdülillah rabbil aləmin. Esselamu aleykum və rəhmətullah.